33-cü bölmə Yeni Günəşli bu nə yazır? Qəsəbəsi. Yeni Günəş. Forum 9-cu mikrorayonunda işgəncə. Bax gör nə veriblər işgəncə. O, pişiklərə işgəncə veriblər Allah. Birbirindən xəbər, şərəfsiz. Pişikləri döyüb öldürüblər aya. Heyvanı öldürən, adam öldürübmüş kimi cinayət işi qaldırılmalıdır. Adam öldürənə məsələn 8-10 il iş verilirsə, pişiyi öldürənə ondan, iti öldürənə, hər hansı bir canlını öldürənə ondan artıq iş cəza kəsilməlidir. Yeni Günəşli qəsəbəsində yerləşən polis idarəsində öz başlanğılıq davam edir, başda fariz olmaqdan. Belə məlumat atırlar. Ay dəyərli insan, farizdir, kimdir, nə poxdur. Kimin anasına sataşıb, kimin bacısına sataşıb, nə uğraşdı eləyib, nə qələt eləyib, hamısını yazın, məlumatı verim efirə. 33-cü polis bölməsi Yeni Günəşli yazırsan ki, özbaşınalıq davam edir. Məyər özbaşınalıq davam etməyən polis idarəsi Azərbaycanda varmı? Yoxdur, başına dönün. Hamısını yaz ver də, detallarınla. Hansı qızlar əlində fırlayır, kimləri ilişdirir, evləri, villaları, cinayətləri, kimi vurdu, neynədi, bir foto şəkil, nömrə hamısını ver də. Mən əziyyət çəkirəm, sən də bir əziyyət çək, bunları tap da, başına dönüm. Görə burada nə məlumat gəldi? Deməli, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, 3 qız. Bakıda itkin düşmüş 3 rəfiqə, hamınız tanıyırsınız bunları. Yəni, mən Bakıda itkin düşmüş 3 rəfiqə, bunların axırı nə olub, gəlin baxaq. Bakıda itkin düşmüş 3 rəfiqə, Bakıda, Qafqaz Info da yaz, var, hökumətin kanalı, bax. Bakıda itkin düşmüş 3 dənə qız. Gəlin görək bu qızların aqibəti nə olub elə. Mənə bax, bu dəqiqə məlumat gəldi, heç mən də sizdən bərabər öyrənəcəyəm. Deməli, bütün günü bu 3 qızı gündəm ediblər ki, qızlar itkin düşübdür. Bu 3 qız, üçü də Dubaya getməyə hazırlaşırmış. Bunların hərəsinə 10.000 dollar veriblər ki, gedirsiniz Dubaya 2 günlük bir adamla görüşəcəksiniz, sonra gələcəksiniz Bakıya. Bu qızların hərəsinə 10.000 veriblər ki, gedib bir dənə şeyxdən, ərəbdən, bir gecə qalıb gələcəksiniz Bakıya. Qızlardan biri anasına bunu deyib. Anasına deyib ki, sənə pul göndərəcəm, amma Dubaya gedib gələcəm 2 günlük. Bir gün yola, bir gün də orada qalma. Anası razılaşıb. İndi məsələ budur ki, qızlardan biri anasına pul göndərməyib. İndi anası hayküy salıb ki, qızım itkin düşüb, qızımı güya qaçırdıblar. Anıya pul çatmayıb deyə şüvənlik eləyib. Əvvəl xəbər yayıldı ki, güya qızların üçü də Əli adlı oğlanın evinə gedib. Əli adlı oğlan da bildirib ki, bəli, qızlar mənim qonağım olub bir neçə saatlıq. Onlar Dubaya getməyə hazırlaşırmış. Dəyərli həmvətənlər, dəyərli soydaşlar. Deməli, qızlar, güya qızlar üçü də Əli adlı oğlanın evinə gedib, Əli adlı oğlan da bildirib ki, bəli, qızlar mənim qonağım olub, bir neçə saatlıq onlar Dubaya getməyə hazırlaşırmış. Deməli, 3 qız olubdu, 3 qız. Bax, bu qızlar. Bu qızlar Mehriban Əliyevanın insan alverinə qarşı mübarizə idarəsinin əməkdaşları, yəni Mehriban Əliyevanın adamlarının əli ilə bu qızlar Dubaya getməliymiş. Bir şeyxdən yatıb qayıtmalıymış. Şeyxdən yatıb qayıtmağa görə də 2 gün ərzində bir gün yola, bir gün də orada. Bunlar bircə gecə şeyxdən yatmağa görə hərəsi 10.000 alasıymış. 10.000. 10.000 manat. Və qızlar alıb, qızların ikisi alıb pulu
Anasına verib deyib ki, amma Dubaya gedəcəm, razılaşıblar. Qızların anasına, indi rəfiqədirlər də, valideynləri bir-birini tanıyır. Bu ana deyib ki, mənim qızım 10.000 aldı, hansısa oğlan arkadaşınla, demir ki, verməyə gedəcək. Oğlan arkadaşına ya bir padruqasından Dubaya gedəcək, 10.000 də mənə pul verdi. Bir tədbirə qatılmaq üçün. İndi mən iki qız deyir ki, iki qızın anası deyir ki, mənə pul verdi, 10.000 çatdı bunlar. Amma qızın birinin anasına pul çatmayıb, 10.000 çatmayıb. İndi qız itirib bu pulu, gələndə verəsiymişmi, ya anasına vermək istəməyib, nəysə. Mənim qızıma niyə 10.000 verməyiblər, mənim qızımı oğurladılar, hay-huy salıbdı, hay-küy salıbdı anası. Görün Azərbaycan nə gündədir? Göt günündədir Azərbaycan. Götəlabaycandır, Götəlabaycan. Azərbaycandır, Azərbaycan deyil ki. Azərbaycanda ancaq Azərbaycanda bədənini, şərəfini satmaqla sən həyatda qala bilərsən. Başqa sənə həyatda qalma şansı qoymayıblar, dəyərlənmədilər, azaldım. O da bax, telefon qızıbdır, bilmirəm nə ayrı. İşığını azaltdım, bəlkə qızması dayana. Hə, dostlar. Alo. Bu arada bilirsiniz də o günlər dedim, yenə deyirəm. Simpsonlar əvvəl Trump'ın ölümünü paylaşırdılar. Deyəsən fikirlərini dəyişiblər. Trump'ın ölümü qalıb, hələ öz yerindədir o heç. Yaşamağını da, yaşayacağını da göstərməyiblər. Ancaq Putinin sentyabrın 20'si öləcəyi göstərilir. Öləcəyi deyilir. Putin sentyabrın 20'si öləcəksə, bilin ki, ondan ən azı 2 ya 3 ay qabaq İlham Əliyev ölməlidir. Deməli, sentyabrdan qabaq, sentyabrın 20'sindən qabaq, avqustun 20'si, iyulun 20'si, iyulun 20'si 3 ay, 4-cü ay gəlir, çatır düz mayın 20'sinə, 22'sinə, mayın 22'sinə. Mayın 22'sinə kimi yer göy oynamalıdır. Aprel ayında dünya savaşı başlamalıdır. Aləm dəyməlidir bir-birinə. May ayında İlham Əliyev ölüb qutarmalıdır. Əgər bu may ayından da salamat çıxan İlham Əliyev sayılı günlər yaşaya bilər. Sayılı günlər, həftələr yaşaya bilər. Dəyərli vətənlərim, biləsiniz. Və Avropadan daşınan texnikaları görsəniz, bizə mən hərbiçiyəm də, mən bilirəm nə deyirəm. Hava yolu, dəniz yolu, nə bilim, kara yolu, dəmir yolu daşınan texnikaları görsəniz, deyirsiniz ki, bunlar bir dənə həmlə düz Moskvada dayanacaqlar. Bir dənə Putin bunların qarşısını ala bilər nüvə silahından. O Putin də bizim adam olduğundan dolayı nüvə silahını istifadə eləməyəcək, eləsə də effekt verməyəcək, effekt versə də bizim başımızda çatlamayacaq. Ya gedib o Çinin başında çatlayacaq, ya da inşallah okean azada düşər, heç ziyan dəyməz. Deyələmədələm, bu nüvə silahı sərf eləmir ha. Bu nüvə silahı sərf eləmir ha. Yəni nüvə silahı dünyanın, Putin kimə bağlıdır? Qlobal güclərə. Amma kimə? Erdoğan, nə bilim, Erdoğan, Trump, bunlar kimə bağlıdır? Fransanın prezidenti, İngiltərənin prezidenti, Çinin prezidenti, bunlar qlobal güclərə bağlıdır. Qlobal güclərə. Hə, deyəcəyiz, bu Kim Çen'dir, nə bilim, İlham Əliyev, bunlar qlobal güclərə tabi olan, necə deyim, ən böyük komandirlər, Putinin, Trump'ın, Erdoğan'ın yamyamları, tülküləridir, köpəkləridir. Qlobal güclərə bağlı olan başqa qüvvələrdir. Onların tabiçilində olanlarla bağlı olanların bağlı olanlarıdır. Bildinizmi dəyərli həmvətənlər? O da bax, gəldi o Gürcistan prezidenti. İlham Əliyevdən elə danışır, İlham Əliyev ilə axşam bunu qayıracaq. O saçlı oğlan var ya, Gürcistan baş naziri. Elə bil İlham Əliyev mehribanını, yox bunu qayıracaq bu gecə. O nə hərəkətdir, o nə danışıqdır. Bədbəh oğlu elə bir tozun icra başçısı İlham Əliyevdən nətər söhbət edir, bu da elə söhbət edir. Sən prezidentsə də Gürcistan, ağzına daşacağım. Nəysə, deyələ onun da may ayının birinə kimi onlara da vaxt qoyurlar. May ayının birinə kimi. İstəyir qan su yerinə axsın, hakimiyyət getməlidir. Mən dedim də indi havalar soyuqdur deyə ayaqlanmaları olmur.
getdi. Yəni o texnikaları görsəniz mənlə razılaşarsınız. Çox dəhşətdir, dəhşət. Yəni nüvə silahı niyə atmırlar? Axı Putin bir nüvə silahı atıb durdura bilər, hər şey eləyə bilər. Əzəmədəm, Putinin də tabi olduğu adamlar var. Nüvə silahına qlobal güclər qərar verməsə o silah atıla bilməz. Dahası, nüvə silahının atılmağın kimə nə xeyri var? Mənə deyin görüm, kimə nə xeyri var? Nüvə silahı atılmağın kimə nə xeyri var? Deyin mənə. Nüvə silahı atılanda kütləvi surətdə həmən ölkədə, həmən yerdə, bölgədə, kilometrlərlə, radiuslarda olan ərazilərdə heç bir fabrik, zavod, insan, təbii resurs, ağac, material, heç bir canlı qalmayacaq. Və o, necə deyim, o nüvə raket zərbəsinin, nüvə zərbəsinin də uzun illər əziyyətini çəkəcəyik. Bax, Çernobılda olan o sızmanın hələ də Azərbaycanda əziyyəti çəkilir. Hələ də məhsullarımıza Çernobılda sızmadan hələ də zərbə dəyibdir. Məhsul həmənki kimi deyil. 4 ildən bir məhsul olur. Nə poxlar baş verir. Yenə də əziyyətini çəkir. Qaldı ən əsası. Bu boyda texnikalar hansı ki, hərbi texnika, hərbi sənaye ən çox pul aparan sənayedir. Bu boyda texnikalar heç vaxt işləməyəcək. Yəni, satılmayacaq. O texnikalar müharibədə istifadə olunmalıdır. O texnikalar böyük pullar gətirməlidir. Eyni zamanda kişiliyi olanlar, məzlumlar müharibəyə gedir də. Varlı müharibəyə getdiyini görürsünüzmü? Rusiya olmur, hara olur olsun. Varlı müharibəyə getməz. Müharibə qərarını verənlər, siyasətçilər savaşmaz, ağıllı adamlar. Ancaq kasıblar savaşır. O çox uşağı olası, həyata tutunan elə adamlar, elə o kasıblar onlar ölürlər və onların soyu kəsilir. Bugün Çinin əhalisi niyə 1 milyard yarıma yaxındır? Bugün Hindistanın əhalisi niyə 1 milyard yarıma yaxındır? Niyə? Çünki 1000 ildir müharibə eləmirlər. Hindistan yalandan Pakistanla bir-birinin götünü qaşıdı, belə götünü qaşıdı. Biraz da o Bangladeşlə bir-birinin götünü qaşıdı, həm onun üstündə. O Yaponiyada hücuma keçmişdi, 3000 nəfər, cəmi-cümü iki tərəfdən elə 3000 neçə yüz adam öldü. Yəni bir məhəlləyə hücuma keçmişlər, bir-birinin götünü qaşıdılar. Vəssalam, onlar 1000 ildir müharibə eləmir. Ona görə 1000 ildən çoxdur müharibə eləmir o ölkələr. Ona görə elə balaca o boyda əhalisi çoxalıbdır. Baxın, Rusiya və götür Almaniyanı. Almaniya 1-ci, 2-ci Dünya müharibəsində milyonlarla, 10 milyonlarla insan itirməsəydi, eləcə də Türkiyə, eləcə də Rusiya bugün